xəstənin ruh durumu, xəstənin psixolojik vəziyyəti xəstənin ağrısını daha da artırır. Məhz ona görə də bir çox həkim, mən də daxil, daha soyuqqanlı davranırıq ki, xəstə özündə güvən hiss eləsin ki, bəli, bu problem rahatlıqdır, bu problem qorxulu deyil, amma ağrı olmalıdır. Əslində bir xəstəlik və xəstə düşündüyümüz zaman həkim bu barədə praktiki təcrübəsi, bilgisi olduğu üçün o ağrının şəklini, ağırlığını hiss eləyə bilir. Amma belə bir şey vardır ki, mən də xəstələrimə deyərəm ki, ağrı hər bir xəstədə fərqli şəkildə, ağrı subyektiv bir məfhumdur. Hər bir xəstədə fərqli hiss olunur. Ona görə xəstənin ruh durumu, xəstənin psixolojik vəziyyəti xəstənin ağrısını daha da artırır. Məhz ona görə də bir çox həkim, mən də daxil, daha soyuqqanlı davranırıq ki, xəstə özündə güvən hiss eləsin ki, bəli, bu problem rahatlıqdır, bu problem qorxulu deyil, amma ağrı olmalıdır. Xüsusən əməliyyat sonrası xəstənin, biz də bilirik ki, kəsilən bir orqanın, toxumanın 12 saat pik ağrısı olur və tədrici olan ağrı azalır. Bu bilinən bir bilgidir və ağrı itir. Biz bu ağrını belə anlatırkən deyirik ki, bəli, bu normaldır, bir kərə buna qarşı reaksiya. Amma bu ağrını ruhən, bədənən var olduğunu hiss eləyib, tədricən sağalmanızı və səbirli olmanızı istəyirik. Bəli, bizlər tam bir xəstənin ağrısını hiss eləyə bilmərik, mümkün deyil. Amma bizim qarşı tərəfi daha güvənli, daha rahat olmamız üçün soyuqqanlı davranmamız vacibdir. Tam tərsi, bizlər də xəstələr kimi acınacaqlı və çəkingən bir durumda olursa, xəstəyə daha çox narahat edər bu vəziyyət. Buna xüsusi diqqət etmək gərəkir deyə düşünürəm. Vay seni cerrah paşa, içmem suyundan içmem suyundan.